Salam hörmətli tamaşaçılar, hər birinizi xoş gördük. OTV-nin xüsusi gündəmindəsiniz. OTV-nin xüsusi gündəminin bu dəfəki qonağı yazıcı filosof Əli Sayıncatın oğlu Üzeyir Hüseynovdur. Üzeyir Hüseynovla 9 iyun tarixində baş vermiş iki önəmli hadisədən, iki şəxsiyyətin həyat və yaradıcılığından danışacağıq və çox maraqlı məqamlara toxunub, həmin məqamları vaxtı çox uzatmadan sizlərin diqqətinə, ixtiyarına vermək istəyirik. Buyurun. Üzeyir bəy, xoş gördük sizi və siz kifayət qədər savadlı, mütaliəli insansınız. Bugün iyun ayının 9-udur, 2026-cı il və biz bilirik ki, siz tarixin günlərinin hansı gününə baş verib, onları və həmin hadisələr haqqında ətraflı, müfəssəl məlumatlara maliksiniz. 9 iyundan bağlı fikirlərinizi almaq istəyərdik. 9 iyun iki məlumat verə bilərəm. Birincisi, Rusiya ilk imperatoru Çar 1. Pyotrun doğum günüdür. İkinci də unudulmaz sənətkar, SSR xalq artisti Stalin mükafatı Rəşid Behbudovun anım günüdür. Çar 1. Pyotr Rusiyanın ən məşhur imperatorlarından biridir. O da düzdür, Rusiyanın işğalçılıq siyasətini davam etdirib, xüsusilə Xəzər sahili ölkələrə, Qaradəniz sahil ölkələrə yürüş edib, dövlətin imperiyanın ərazilərini genişləndirməyə çalışıb. Məsələn, onun İsveç və Poltava döyüşü, Azov səfərləri və Azərbaycanla bağlı Xəzər sahili yürüşləri 1723 iyul ayında Bakıda tutmayı bunları misal göstərmək olar. Pyotr'da adı çəkiləndə onun vəsiyyətnaməsi də əsas götürülür. İlk dəfə onun zamanında Xəzər dənizinin xəritəsi hazırlanıb. Vəsiyyətnamədə ki, orada məsələn İstanbulun belə bir arzusu olub ki, İstanbulda Rusiyanın olsun nə vaxtsa. Yəni Pyotr müsbətdən çox mənfi, Türk dilli ölkələr üçün mənfi hökmdar kimi. Hündür boylu bir adam olub, sonra qışda çayda görüb bir qız boğulub, onu xilas etməsində atıb, sonra xəstələnib qızdırmadan 53 yaşında ölüb. Belə deyirlər, indi hər halda amma dəqiq xəstələnib ölüb. İkinci bir də ki, unudulmaz sənətkar Rəşid Behbudovun anım günüdür. Rəşid Behbudov, onu hamı bilir, necə sənətkar olub. Mahnı teatrı yaradıb, ömrün sonuna qədər ona rəhbərlik edib. Amma burada Rəşid Behbudovun ölümü ilə bağlı şeylərə aydınlıq gətirmək istəyirəm. 1988-də Rəşid Behbudov Hindistan səfərində olarkən, orada onu müşahidə edənlər deyib ki, Stepan Şamiyanın Azərbaycan düşməni Bakı Xalq Komissarıdır. Onun məzarı var. Rəşid də təəccüblənib. Hatta orada onun dəfnində belə bir kaset də vardı. Orada gedib hətta onun məzarını da görüb, o 100 ilə yaxın yaşayıb, 1976-77-də orada Hindistanda ölüb. Yəni bu artıq sübutdur ki, 26'lar farkında bağda 26 nəfər yox, 23 nəfərin iskeleti aşkarlandı. O da məlum oldu ki, Sumilərin 40 yaşından olan yuxarı bir nəfər çıxdı. Əziz bəy yox. Şamiyan bəy 2 erməni qaçıblar. İngilislərə qızıl verib, o vaxt Hindistan İngilislərin müstəmləkəsidir, qaçıb orada gizləniblər. Ama hatta o vaxt SSR-nin digər erməni rəhbərliyi olanlar Mikoyan bunu örtbasdır eləmişdi. Rəşid Behbudov bu faktı öyrənib, gəlib, nəsə Qarbaçova bunu təqdim edib, o vaxt Qarbaçov da, axir ermənilər də var və əlbir etdi Azərbaycanın belə münasibətdə. Ondan sonra mübahisə düşüb, Rəşid Behbudova əvvəlki münasibət dəyişib, onu Ali Sovetdən uzaqlaşdırıblar. Hatta özü deyirdi ki, bu faktı bildiğime göre məni deyəsən arada götürəcəklər. Amma onun səyahətində də problem yaranmışdı. Onun ailəsi danışır ki, demək, mahnı teatrında onun hələ istilik sistemi yaxşı olmadı, soğulanmışdı. Böylelərində problem yaranmışdı. Onun hər il Moskvaya müalicə edirdiler. Ama sonralar onun müalicəsinə də bu şeydən sonra viganaya yanaşdı. Onun tələbələri olan müğənnilər, məsələn Bilal Əliyev, bunlar
bilir bu faktları. O da onun tələbələrindən biri olub. Onu bilirsiniz ki, mahnı teatrda nə qədər müğənni yetişdirir. Bütün dünya ölkələri 150-dən çox ölkədə qastrolda. Bu faktı o vaxt ilk dəfə Rəşid Behbudov dedi. Hindistan Şamiyanı o vaxt Sovet dövründə icazə yox idi. Sonra Ziya Bünyadov da ona təsdiqlədi. Və Rəşid Behbudov səyahətində Moskvaya biraz onun müalicəsində belə uzad edilər, ibadə edilər, böyrəklərində problem vardı. Azot yığılmışdı, əməliyyat olmalıydı. Nəsə axırda may ayında getdi, 89'da orada iyun ayının əvvəlində orada əməliyyat olmadı. Hatta o palataya onun ailəsini də buraxmadılar. Sonra birdən elan etdilər ki, Rəşid müəllim dünyası dəyişir. Və deməli sonraki erməni həkimlərin əli var orada. Ola bilsin o xəstəxanada Moskvaya o vaxt Sovet dövründə o belə şey var idi. Belə dedilər ki, bəs o belə danışırlar da, o vaxt mən rayonda yaşayırdım. Hələ o sonra bildi, səhətində problem, bu Şamiyanın qəbrini tapılmayız. Hələ o vaxt istədikdə belə sistem izahı çıxartdılar, belə orada əməli başında nəyinsə öldürdülər. Yəni aradan götürür. Sizcə DTK-nın işi idi, yoxsa sırf erməni həkimlərin başına buyruq hərəkətləri nəticəsində baş verdi bu ölüm? Ermənilər əlbəttə ona nifrət edirdilər. Onlar üçün böyük rəqib idi. 1988 Sumqayıt hadisələri vaxtı o məsələn ona etiraz eləmişdi. Ümumiyyətlə bu hələ onda Bakıda qanlı yanvar faciəsi baş verməmişdi. Bütün dünyada Azərbaycanı təmsil edən adam olduğuna görə ermənilər çəkinirdi. Onları onun yaşamayı onlar üçün əlbəttə problem idi. Əlbəttə onu Qarbaçovun da gözündən saldılar. Və artıq Qarbaçovun da onun münasibəti son vaxtlarda dəyişdi. DTK-nın da əlbəttə ola bilər SSR DTK-sı da orada ermənilərin də var. Onun da təşkili var. Yəni deyim o vaxt bu informasiyanı vermək ki, Şamiyan güllələnməyib, qaçıb Hindistanda gizlənib böyük cəsarət tələb edirdi. İndi onun deməyi nə var? Yəni o qədər risk elədi. Amma fakt belədir. Yəni sonra 2009'da qazdılar, sümükləri çıxaranda bir daha Ziya Bünyadov və Rəşid Behbudov dedilər, həqiqət oldu ki, 23 nəfər çıxdı. Demək olar Şamiyan, Abakyan, yox, Mikayan demiyor. Hala o 26'lar, Mikayan 27'ci. Abakyan, Ameriyan, Şamiyan qızıl verib qaçırladı. Bakının bütün talanmışlar. Rəşid Behbudov belə qeyri-adi səssiz müğənnilik. Baxın görün necə səhnə mədəniyyəti, onun yetişdirmələri, yəni belə sənətkar ikinci dəfə dünyaya gəlməsi. Arşiv mallarında artıq onu bütün dünya 30 yaşında tanıdı. Mahnıları sonuncu mahnısını tələsin insanlar. Yəni, Bakı haqqında mahnılar, yəni bunlar unudulmaz. Rəşid Behbudov, Lalələr. 9 iyun bu iki əlamətlər hadisəni yadda qaldı. Bugündə məlumat bu qədər. Təşəkkürlər, çox sağ olun, minnətdaram. Belə hörmətli tamaşaçılar, OTV-nin xüsusi gündəminin daha bir buraxılışının sonuna gəldik. Sağ olun, salamat qalın. Bizi izləməyi, verilişimizi bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Hələlik.